Bugün söhbət əsnasında mən cənab prezidenti Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdım. Bildirdim ki, 2-ci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskar olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ ki fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdi. Bu təklifi Azərbaycan tərəfi vermişdi və bu özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıydıq. Ermənistandan hər hansı bir cavab gəlmədiyi üçün biz bu mümkün olan müqavilənin əsas prinsiplərini də ortaya qoyduq. Yadımdadır, 5 əsas prinsip irəli sürülmüşdü və bu prinsiplər əsasında müzakirələrə start verildi. Danışıqların əsas maneəsi ondan ibarət idi ki, 2024-cü ilin yanvar ayına qədər Ermənistan təkidlə sülh müqaviləsinə dırnaq arası Dağlıq Qarabağ Respublikasının taleyini salmaq istəyirdi. Biz isə buna qətiyyən etiraz edirdik, çünki Dağlıq Qarabağ adlı respublika yoxdur. Bu ancaq Ermənistanın hülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Və bu bizim daxili işimiz olduğu üçün biz təbii olaraq dövlətlər arası müqaviləyə belə bir bəndin salınmasına heç vaxt razı ola bilməzdik. Ancaq 2023-cü ilin sentyabr ayında separatizmə son qoyulandan sonra Qarabağ torpağında Ermənistan bir neçə aydan sonra o təkidlə irəli sürdüyü maddəni sülh müqaviləsinin mətnindən çıxarmağa razı olmuşdur. Və faktiki olaraq real danışıqlar hardasa bir il bundan əvvəl başlamışdır. Bugünə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paragrafdan ibarətdir və Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürməyib. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bugünə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1922-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib, BMT nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində və konflikt həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı tanıdığı üçün ATƏT-in Minsk qrupunun de jure fəaliyyətinə heç bir əsas qalmamışdır. Onsuz da de facto bu qrup fəaliyyət göstərmir. Və Ermənistanın buna razı olmaması bizdə haqlı olaraq şübhələr doğurur. Görəsən nə üçün? Bəlkə yenə də bizə qarşı ərazi iddiası ilə Ermənistan çıxış etmək istəyir. Onların sürətli silahlanması, öldürücü silahların əldə etməsi, bu sahədə onlara əsas yardımcı olan Fransanın onları yeni provokasiyalara, təhribatlara təhrik etməsi bu şübhələri təbii olaraq artırır. Yəni bu birinci məsələdir. İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var. Və bu bizə qarşı açıq
ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Və bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər bu doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir.